Hello əzizlərim, Azərbaycan Akademik Musiqili Dram Teatrına gedirəm. Bugün Elvis Presley'ə həsr olunmuş Sən Kralsan Ty Korol adlı rus dilindədir. Tamaşaya gedirəm. Belə bir, bu əslində kostyumdur. Bunun şalvarı da var, amma bunun öz şalvarını giyinmədim. Digər qara şalvarla giyindim. Bu kolyeni taxdım, amma bilmirəm saat taxım ya yox. Mənə elə gəlir ki, abartılı olacaq, amma nəsə bir şeylər taxaram. İndi bax, bəlkə taxıb gəldim, gözləyin. Gəldim. Temudakı saatımı çox sevirəm. Bunu mən illər öncə endirimdə 10 manata almışdım. Hansı Nərimanovdan almışdım. Amma bilirəm ki, çox bahalı bijuteriyadır. Hələ o vaxtı bu 50-60 manat idi. Necəsə bilmirəm, mağazam bağlanırdı, nə olurdusa endirimə salmışlar. Bunu mənə talisman idi deyəsən, Nizami Molda butik vermişdilər. Mayorikadır. Belə. Və bu markadan olan Eva Kayan adlı markadan, lüks marka sayılır. Belə bir plaşmı giyinəcəm. Böyle yaxşı isti saxlayır və bunun bir özəlliyi var ki, səyahətə gedəndə bilməliyib, qəşəng papoda eləyib çamadanınıza qoya bilərsiniz. Bu rəngdə də Temudan şey almışdım mən. Batinka kimi, ayaq batinka, belə indiki vaxtlar üçün onu giyinəcəm. Deyəcəksiniz, yapışıb bundan qopmur. Çox praktikdir. Gördüyünüz kimi kitab da götürürəm ki, yolda oxuyayım, yerləşir. Və mən getdim teatra baxmağa, Maarifli olun teatra gedim. Bu əsərin premyerası sabah da olacaq, bilsin, yəni 24-ünə bilet artıq tapmamısınız, 25-26-sına baxın, bilet varsa gəlin birlikdə izləyək, bəlkə məni də o günlərdə görməz. Bugün içəri girə bilsəm, bu mənim yerim olmalıdır, dəvətnamə. Amma sabahda birisində deyə bilmərəm, amma gedin və baxın, övladlarınızı teatra baxmağa, kitab oxumağa öyrədin. TikTok pis platforma deyil. TikToku pis günə qoyan insanlar var ki, hələ özləri pis günə qoyur, pisləyir. Belə. Uşaqlarınızı hoppanıb düşməyə yox. Kitab oxumağa, teatra baxmağa öyrədin. Uşaq vaxtından saçlarını saraltmayın. Ay analar, atalar, bibilər, dayılar, xalalar, əmilər. Uşaqlarınızı qonşulara narahatçılıq törətməyə öyrətməyin. Gecə diskoteka salmayın. Gedin teatra, kitablar verin. Gecə yuxusu gəlməyəndə kitablar oxusunlar və gəzməklərə getsinlər. Teatrlarda, qəşəng uşaq teatrlarda olur, repertuarlara baxa bilərsiniz. Sizləri sevirəm. Körpəlikdən maarifli olun və övladlarınızı da maarifli edin. Maarifli olmaq baş ucalığıdır. TikTok ise pis platforma deyil. Onu pis günə qoyan arvadçıqlar və kişiciklər var və onları buradan söyüb pisləyən, amma oradan dəstək olan həmin cəmiyyət var. Amma mən görürsünüz, teatr filan paylaşıram, heç baxan yoxdur. Niyə? Çünki maarifli insan azdır. Maarifli olun. Mənə baxmayın, eybi yoxdur. Başqa maarifli nələrsə paylaşan insanları izləyin. Hoşça qalın əzizlərim.